İşdə yatmısınız? Səbrinizi sınayan müştəri olub? Rəhbər keçəndə birdən ciddi görünüş alıb sənəd vərəqləmisiniz? Bu iş çox ağırdı deyib çıxmaq istəmisiniz? İşə gəlməmək üçün yalandan danışmısınız? Öz CV-nizdə yalan danışmısınız? İş yoldaşınızı qəsdən əsəbləşdirmisiniz? Şirkətdə kiminsə yerində olmaq istəmisiniz? İşləyirmiş kimi edib, telefonda oyun oynayıb, yaxud da filmə baxmısınız? Telefonda müştəri ilə danışırmış kimi edib, əslində başqası ilə danışmısınız?